dərdli bir ata var. O gənc yaşda övladını itirib, onun bir müəmmalı ölümü var ortada. Hələ də o ölümlə bağlı həqiqətlər ortaya çıxmır. Düz 1 ildən çoxdur. Düzdürmü? Bəli, 1 il 6 aydır. 1 il 6 aydır ki, bizim bugünkü studiyamızın qonağı olan atanın öz qızı ilə bağlı olan həqiqət ortaya çıxmır. Mən düşünmürəm ki, burada bir hüquqi problem var. Bizim kifayət qədər, hətta deyərdim, peşəkar müstəntiqlərimiz var ki, bugünkü gündə 20 il, 30 il bağlı qalmış cinayətlərin üstünü açmaq qabiliyyətinə malikdirlər. Amma mən bayaq bir şeyi vurğuladım axı. Nəzərə alsaq ki, bizim bu məsələdə heç bir hüquqi problemimiz yoxdur. O zaman hansı problem önə çıxır, önə gəlir, fikrə gəlir? Əxlaq məsələsi. Əxlaq məsələsi də nə ilə bağlıdır? Əlbəttə ki, insanın özünün öz işində, fəaliyyətində, hətta nəzərə alaq ki, bir prokuror kimi, müstəntiq kimi bu şəxs dövlətə və cəmiyyətə xidmət eləməlidir, ləyaqətli xidmət eləməlidir. Bu şəxsin bir andı var, o zaman artıq burada həmin şəxsin hansı savada malik olub-olmamasına asılı olmayaraq, əgər o sistemin bütün çirkinliklərinə, iyrəncliklərinə tabi olubsa, ondan heç bir peşəkarlıq, heç bir savadlı, vicdanlı iş gözləməyə dəyməz. Elə bugünkü mənim müsahibim də məhz əxlaq probleminin, yəni rüşvətxorluğun, haqsızlığın, rüşvətxorluqdan doğan haqsızlığın, ədalətsizliyin qurbanıdır. Xoş gəlmisiniz. Sağ olun. Özünüzü ilk növbədə təqdim edərdiniz ətraflı sürətdə. Hardan gəlmisiniz? Adınız, soyadınız, atanızın adı, zəhmət olmasa. Bir özünüz haqqında məlumat verin. Mən Aslanov Natiq Turxayevoğlu. Bəli. Goranboy rayonunun Ağamalı Düz Qışlaq kəndindən gəlmişəm. İndi təzə adını deyirəm. Qızınızın ölümü ilə bağlı bugün gəlmisiniz bizim studiyamıza. Bəli. Sizin qızınız kim idi? Adını, soyadını bildirin. Hansı vəzifədə çalışırdı? Nə vaxtdan o vəzifədə çalışırdı? Necə oldu ki, bax belə bir dərdə, bəlaya siz düçar oldunuz və necə olur ki, artıq 1 il 8 ayda sizin bu dərdinizlə, bəlanızla bağlı ədalət öz yerini gəlib çatmır? Mənim qızım Mingəçevir şəhərində pasportda inspektor vəzifəsində çalışırdı. Bəli. Orada Kəmalə adında bir maliyyənin rəisi ilə, Kəmalə Quliyev adından bunlar münasibət yaranır. Bunlar elə bir pul da bu qazanç yolu qıraqda. Yəni əlavə qazanc yolu. Kəmalə deyir ki, buna al verdi bu. Mən xaricdən mal vururam, nağayıram, bu qədər qoyaq, bu boyda belə eləyək, bu elə eləyək. Sonra bu mənim qızıma elə bil, yuvaş-yuvaş deyirsən belə get, gör, qohumlarından, ərəbələrindən pul şeylə, bunu qazanç eləyək, sonra şeylə. Bu belə, mənim qızıma borcu şişirtdirir. Düyün verəcəm, savaq verəcəm. Qızım da bundan həmişə tələb edir ki, mənim pulumu ver, yəni sizin qızınız da ayrı-ayrı şəxslərdən gelib pul olaraq düzdür və onları da bu işlərə cəlb eləyir. Vəd verib ki, yəni bu qədər pul verəcəksiniz. Bu əvəzində də belə pul qazanc əldə edəcəksiniz. Qazanc əldə edəcək. Sonra bu pul şişir. Bütün o pul aldığı adamlar bunun üstünə küy eləyir, gəlir də hamımızı. Bəli. Artıq müəyyən o verilən vədlər yerinə yetirilməyəndə, istənilən nəticə alınmayanda artıq şikayətçilər ortaya çıxır. Bəli, şikayətçilər ortaya çıxır, gəlirlər bunun üstünə, təzyiq göstərirlər, zad eləyirlər ki, bizim pulumuzu verin də. Bu da deyir ki, mən pulu Kəmalə Quliyevə vermişəm, söz verib ki, bu ay verəcəm, bu ay uzadır, gələn ay verəcəm, bu ay. Axırda mən məcburən, birinci uşağın öz evini satdım Bakıda. Həmin o şikayətçilərin pulunu ödəmək məqsədilə. Bəli. O şikayətçilərin pulunu 165... Siz o pulları ödəyərkən artıq qızınızla bağlı prokurorluğa şikayət olunmuşdu mu? Cinayət işi başlanılmışdı bu barəsində? Onda bəli. Mingəçevir şəhər prokurorluğunda. Bəli, Mingəçevir prokurorluğuna şikayət olunmuşdu. İş gedirdi. Orada da iş gedirdi. Zəhmət olmasa Elnur bəy, mərhumənin şəklini efirə verərdiniz. Yəni, izləyicilərimiz də bilsin ki, söhbət kimdən gedir? Elə bir iş prokurorluğa verilmişdi, iş də gedirdi, mənim qızımın xeyrinə elə bil də, yəni o sübut eləmişdi. İş gedə-gedə, proses gedə-gedə, təzdən bir eski işi dəyişdilər. Elə bir, sonra qızım da dedi ki, bu nətər olur? Yəni, başa düşmədim. Qızınız artıq
prokurorluqda ondan edilən şikayətlərin nəticəsi olaraq başlanmış cinayət işi üzrə Bəli, bəli. cəlb olunub. Bəli, bəli. Cəlb olunub o işdir. Təqsirlənən şəxs kim cəlb olunmuşdu? Yox, özü şikayət eləmişdi qızdan Kəmal Əquliyev. Özü də hələ şahid qisminə gedir o işdə. Bəli, bəli, bəli. Tamam. Şikayət eləmişdi. Ondan biri Bəli. mənim Yaxşı, qızım necə şikayət olurdu ki, edirdi. əvvəl qızınızın xeyrinə idi hər şey, amma birdən-birə hər şey dəyişdi. Və xahiş edirəm onu da vurğulayasınız ki, qızınızın işini Mingəçevir şəhər prokurorluğunda hansı müstəntiq aparırdı? Zaur Tanrıverdiyev. Zaur Tanrıverdiyev. Bəli, bəli. Aha. O işini aparırdı. Ona kimi də deyirdi ki, yaxşılıqdır, narahat olmayın. Sizin şehriniz təzdən bir bu ölümünə bir 20 gün qalmış. Ölümünə 20 gün şey oldu, başladı. Bu burada mənim qızım şübhələndi ki, bu işi düzgün aparmır. Təzdən qızım o baş prokurorluğa şikayət elədi. Aha. Baş prokurorluğa şikayət eləyəndən sonra İşi orada prokurorluqda gedə-gedə baş prokurorluğa şikayət edir. Bakıya təhqiqat. Aidiyyəti qurumlara deməli hüquq orqanlarına şikayət edir. Ondan sonra gəldi burada Bəli. yoxlanış zad oldu. Qızı Daxili Təhqiqatlar İdarəsinə. Bəli, bəli, daxili təhqiqat. Bəli. Orada da bizi çağırdılar, hamımızdan izahat götürdülər, zad elədilər. Bütün o pul verən şəxslərdən də məsələn, Bəli. canlı verənlərdən də kimdə o şəxsən pulun işini verib, hamısından da qıza Kəmalə Kəmaləyə. Quliyevə, onların hamısından götürdülər. Sonra təhqiqatdan sonra baş prokurorluq sonra bunu çağırdı. Bu baş prokurorluqda iş gedə-gedə təzədən işi qaytarırlar, verirlər Mingəçevir prokurorluğuna. Aha. Mingəçevir prokurorluğunda da biz valideynləri da üzləşmə oldu. Üzləşmə başlayanda qızım elə bil içəri getdi, girdi üzləşməyə, bizi buraxmadılar da. Biz Nə çöldə qədər idi? qaldıq. Ümumi zərər nə qədər idi? Nə qədər yəni? Ümumi zərər opşi, Cahanada Bəli, verəcəyimizlə 1 milyon 300 1 milyon 300 min manat ortada bir zərər vardı. Bəli, bəli. Onun da 700 minini mən öz qohum əqrəbəmin, öz evimi, qızımın evini, 700 min manatını siz öz hesabınıza bəli, ödədiniz. qaynımın evini, Bəli. altımın maşınını, Aha. hamısını da araşdırıblar da, bilirlər nədir, Bəli, nədir. bəli. Qapım mallarını, heyvanlarını, hər bir şeyimi satdım. Onun əvəzinə mən ona o boş yerlərinə pul ödədim. Bəli. Ondan sonra bu bizə pulu qaytarıb vermədi də. Belə elə söz verdi, vermədi. Ta iş yoxlandı. Sizin ondan sonra Kəmalə ilə də ünsiyyətiniz var idi. Həmin o ərfədə Kəmalə ilə Bəli, ünsiyyətiniz qızım, vardı. bəli də qızım onunla danışırdı. Qızınız yenə də tələb edirdi ki, pulları qaytar, qaytar, amma o neçə dəfə tələb elədi. Bəli. Onun yoldaşı bir-iki dəfə də zəng eləyib məni deyə çağırıb, gəl bura, zad elə də, yanım elə görüm. Biraz da hədə qorxu bəli, xarakterli hədə hallar qorxu olub. xarakterlə çağırıb. Sonra da opşum üzləşmədə iş də gedirdi, proses gedirdi. Birinci vəkil çıxdı oradan. Kim idi birinci vəkiliniz? Zabil adlı Zabil vəkil. müəllim, Bəli. bəli. O çıxdı, dedi, mən yürüdüm qabağına, dedim işlər nətərdir? Dedi, lap əla, qızınızın xeyrinədir. İş 3:15-də bağlanıb. Dedim, bə uşaq hanı? Dedi, orada o birisi vəkilin yanındadır da, çıxıb gələcəklər. Bir yarım saata çıxırlar. Eyni vaxtda siz başqa bir vəkilə tutmuşdunuz. Bəli, bəli, Emin Kiçikbəyov. Emin Kiçikbəyov. Elnur bəy, Bəli. zəhmət olmasa Emin Kiçikbəyov adlı vəkilin də şəklini bir dənə tapın, Bəli. zəhmət olmasa yerləşdirin efirə. Bu hər kəs onsuz da tanınan bir vəkildir, amma adı xüsusilə bu işdə hallanır. Yaxşı, necə oldu ki, siz bu proseslə bağlı hər şey yaxşılığa doğru getdiyi bir dönəmdə Emin Kiçikbəyov adlı vəkil özünüzə təzədən bir vəkil tutdunuz? Bu vəkilin işi çox idi. Ta həmişə gedib gələ bilmirdi. Dedim, bu da şey olsun da. Bəlkə başqa səbəblər var idi ortada. Bəlkə ümumiyyətlə hansısa bir sizin bilmədiyiniz, sizə məlum olmayan başqa hallar var idi. Yoxsa ki, bir vəkilin ki, iş yükü çoxdursa, o ən azından yeni bir iş qəbul etməməlidir da. Mən belə yəni Bəli də, mən də indi elə bil o bizim həmişə dalına gedib gələ bilmirdi. Dedim, ta bu iş Bakıya verilib, onda Bəli. tutdum. Ta bu Bakıya bu gəlib gələni bura çətinliklə gəlib. Bakıya gəlib gəlməyə də problem yaranır. Ona görə iş Bakıda gedəcəkdi deyim, baş prokurorluqda. Bəli. Ona görə də mən o birisi vəkili Yəni siz hardan belə o qənaətdəydiniz ki, iş veriləcək baş prokurorluğa? verilmişdi. İş baş prokurorluğa verilmişdi. İş Bakıda da danışıldı.
belə danışdırdılar bizi o təhqiqat idarəsində. Yo, nə qədər ki iş Mingəçevir şəhər prokurorluğunda olub, demək Hə. hələ onun baş prokurorluğun istintaq idarəsinə verilməsindən söhbət gedə bilməz. Nə qədər ki iş Mingəçevir şəhər prokurorluğunda gedir. Orada da o cinayət işi başlanılıb, icraatı aparılır. Hə. Müstəntiq burada istintaq hərəkətlər Hə, aparır. mənim qızım Bəli. orada yazmışdı ki, demişdi ki, mənim işimə burada düzgün baxılmadığına Sizin görə qızınızın müraciəti tamam başqa bir şeydir. Bəli. O tamam başqa bir şeydir. Mən də narazı qala bilərəm. İstəyirəm ki, mən bu şəhər prokurorluğuna, rayon prokurorluğuna işim alınsın, verilsin baş prokurorluğun Bəli, istintaq bəli, idarəsinə. bəli, Amma o bəli. verilməyə də bilər. Hələ o demək deyil ki, ora veriləcək. Daxili o- Təhqiqatlar İdarəsi sizin və sizin qızınızın Bəli, və o Kəmalə Quliyeva adlı o şəxsin bəli. hər ikisi polis zabiti olubdur, Bəli, düzdürmü? bəli, bəli. Biri kapitan olub, Biri də leytenant. biri də leytenant olub. Bəli. Onların əməllərinə hansı hüquqi qiyməti verdi belə intizam çərçivəsində, intizam qaydasında? Nə etdi onların barəsində? O Kəmalə Quliyevin. Kəmalə barəsi. Quliyevanın da və sizin qızınızın da barəsində. Heç eləcənə dedi ki, gəldilər, yoxladılar, təzədən Mingəçevirə yoxlanış gəldi. Mənim qızım Serona ərzəni yazıb çıxmışdı, onu da sərəncama çıxartdılar o momentdə. Kəmaləni. Bəli. Sizin qızınız da öz arzusu ilə işdən azad oldu. Bəli, 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 öz arzusuyla. Yəni bu işlədi. əməllərinə Mən görə, bu dedim əməllərinə ki- görə yəni işdən azad olunmayıb ki? Yox, yox, yox. Mənim özüm şəxsən qoymadım. Ağrıyır. Gördüm qızım dedi, dedim ki, yəni işləmədə. Gördüm burada yola vermirlər. Boş yerləri üstünə gəlir. Bəli. Başa düşsən, ona görə də sıxışdırmadım özümə ki, dedim işləmə çıx, qoy ha bura. Niyə görə gəlsinlər ki, qoy ha vaxt pulu verər, Hı -hı. ondan sonra da qayıdıb başqa işdə işləyərsən. Bax beləcənə. Qaytardılar, bir də verdilər bu işi Mingəçevir prokurorluğuna. Düzləşmə getdiyi vaxtı bunlar vəkil dedi ki, qızı götürdü, girdi içəri. Emin Çiçəkbəyov. Bəli, bəli, bəli. Aha. Emin Çiçbəyev götürdü içəri. Tabii Yox, mən bir şey dəqiqləşdirmək istəyirəm. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi Bəli. ora görünən odur ki, zərər çəkmiş şəxslər bu iki şəxsin haqqında şikayət ediblər. Düzdür? Daxili Təhqiqatlar İdarəsinə. Bəli, Bu şəxslərdən yəni şikayətçi olublar da, düzdür? Yox, biz şikayətçi olmuşuq. Siz daxili tədqiqatlar özünüz şikayət Bəli, bəli, edirsiniz. bəli, bəli. Və sizin şikayətiniz əsasında gəlib sizin qızınızın barəsində araşdırma aparıblar. Kəmalə Quliyevin barəsində araşdırma. Və sizin qızınızın da barəsində araşdırma gedib orada. Daxili Təhqiqatlar İdarəsi tərəfindən. Bəli, düzdür? bəli, bəli, gedir. Yəni mən demək istəyirəm, nəticə etibarilə bu əməllərə görə hardasa bu 20-dən çox burada zərər çəkmiş var da, Bəli, düzdür? bəli, bəli. Bu zərər çəkmişlərin düşdüyü bu duruma görə sizin qızınızın barəsində hər hansısa bir töhmət verildimi? Yox, xeyr, heç Şiddətli bir şey. intizam tənbihi tətbiq olundu Heç mu? nə, ümumiyyətlə? heç nə verilmir. Heç nə tətbiq olunmadı. Bəli, bəli. Kəmalə Quliyeva isə təxris olundu. Bəli, bəli. Təxris olundu. Sərəncama göndərdi. Bəli, aydındır. Yaxşı, məndə sual yaradan məqam ondan ibarətdir ki, necə olur ki, iş sizin xeyrinizə olduğu bir dönəmdə, Bəli. dövrdə birdən-birə hər şey yenidən sizin əleyhinizə çevrilir. Müstəntiq sizə bu barədə hansı vədləri vermişdi, hansı Bəli. danışıqlarınız olmuşdu, hansı ünsiyyətiniz olmuşdu, Müstəntiq bir ata kimi sizdən nə danışılmışdı, ümumiyyətlə danışmışdılarmı? Bəli, müstəntiq mənim qızıma demişdi ki, Bəli. özdə orada onun səs yazılarını, qızım da yazmışdı səs yazılarımı. Bu narahat olmayın, sizin pulunuz qayıdacaq, hamzı. Bəli. Bu puldan bu qədər də məsələn 700 min manatdan. 700 min manatdan sənin şəxsi pulundan qayıtsa 50 min manat, 50 min baş prokurorluğa verir. Belə o baş prokurorluq deyəndə Mingəçevir prokurorluğuna verəcəksən. Kim deyirdi onu sizə? Müstəntiq demişdi qızıma. Mən də orada bir gedib danışdırma gedirdi orada Bəli, tez-tez. dindirilmə Bax, zamanı. onda, bəli. Onda Zabil müəllim də yanında olub. o. Zabil müəllim yanında olub. Zabil müəllim bu Bəli, bəli. dediklərinizi təsdiq edə bilər. Bəli, eləmək üçün mənə deyib, nətər eləyə bilmir. Sizin özünüzdə deyib bunu. Bəli, yox, müstəntiq. Yox, Zabil müəllim sizə nə müəllim deyib mənə bu barədə? 700 min manatdan nə qədər pul qayıdacaq sizə? 700 min manatdan o götürüb müstəntiq üstündən götürüləcək, veriləcək müstəntiqin adı. Bir də baş prokurorun qalan pulunuz sizin özünüzün olacaq. Belə. Yəni o çəkdiyiniz xərc hamısı sizə qayıdacaq. Bəli, 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 bəli. Aha. Yaxşı, necə oldu birdən-birə iş sizin belə deyim də əleyhinizə çevrildi? Daha sonra orasını bilənmədik. Gördük ki, bu müstəntiq başqa cürə danışır. Ondan sonra mənim qızım verdi baş prokurorluğa işi. Bəli. Da baş prokurorluqda orada da bizi çağırdılar, bizim hamımızı getdi ora, o birisi
pul verənləri çağırdılar. Hamısı getdi, izahatını verdi, zad elədi. İndi sonradan da bax beləcə nə oldu? Sonradan təzədən mənim qızımı çağırdılar ki, gəlin Mingəçevirdə falan vaxt olun. Müstəndiqlə sizin ümumiyyətlə bu qızınıza görə bir danışığınız olubmu şəxsən? Mənim özümün yox. Xidmət otağında bir dəfə də olsun danışmamısınız? Yox. Və bir dəfə olsun bir ata kimi bir maraqlanmadınız ki, yəni bu mənim övladımdır da. Hə. Mən maraqlanmalıyam da ən azı bir ata kimi Bəli, girim bəli. görüm burada nə söhbət gedir. Yox, Niyə bir mənlə dəfə heç maraqlanmadınız? görüşməyib, vəkil görüşürdü də. Vəkilin görüşməyə tamam başqa bir şeydir. Hə. Vəkil o öz xidmət haqqını alır, öz müdafiə işini həyata keçirir. Bəs siz bir ata kimi niyə bir dəfə də olsun bu Da işi? iş ona ki bir iş riski çox. Ne ondan sonra məni heç kim də şey eləmədi. Ha ora. Da yəni bu ona kimi yaxşılıq idi deyil. Zahir Tanrıverdiyevin üzünü bir dəfə də olsun görmüsünüz? Zahir Tanrıverdiyev. Bir dəfə olsun üzünü Bəli. görmüsünüz? Bəli. Danışmısınız? Yox, danışmamışam. Yoldaşınız görüb? Ya Yox. sizdən kimlərsə görüb onun üçün bir qızın yaxınlarından söhbət gedir. Yəni vəkil müdafiə etdiyi şəxsin yaxın qohumu deyil. Onun o müvəkkilinin hüquqlarını müdafiə edən şəxsdir. Yəni mən demək istəyirəm ki, madam belə bir söhbətlər var idi ortada, niyə bir ata kimi maraqlanmırdınız? Maraqlanırdım. Tam qızım özü danışırdı, özünə də söz şeyləmişdi, demişdi. Rahat idi də belə Bu baxın. rahat idi. Rahatlığı var idi. Bəli, çox Ha. rahat idi. Çox Deməli, rahat idi, belə lap rahat idi. ölümündən 20 gün əvvələ bu təsadüf edir də, düzdürmü? Hədə paşdı elə gəlirdi. Ölümündən 20 gün əvvələ qədər Hə. hər şey qaydasına gedirdi. Gedirdi, bəli. Tamam. Yaxşı, 20 gün həmin o müddət zərfində siz getdiniz Emin Kiçikbəyov adlı bir vəkillə müqavilə bir bağladınız. vəkil müqavilə. Müqavilə bağladınız, Bəli, düzdür. bəli. Yaxşı. Nə vaxt gerçəkləşdi bu arzu olunmaz bir hadisə və necə oldu? Necə baş verdi bu qızınızın ölümü ilə bağlı məsələ? O baş prokurorluğa veriləndən sonra Emin Kiçikbəyov biz onda tutduq. Aha. Elə bir vəkillə danışdıq. Da iş də gedirdi. Bu da dedi ki, mənim Emin Kiçikbəyov dedi, o dedi Mingəçevirin prokuroru mənim kirvəmdir. Emin Kiçikbəyov deyir ki, Mingəçevir şəhər prokuroru mənim kirvəmdir. Bəli. Mənim kirvəmdir. Özdə mən də ona həmən vaxtı dedim ki, belə bu işi görün, pulum yoxdur da. Bilirsiniz ki, mən bu dəqiqə şey eləmişəm. Eminə Dedi, demişdiniz. bəli. Aha. Mənim yoldaşımla qızım demişdi. Aha. Demişdi ki, bu da demişdi ki, mən Nimes kimi adamam. Nimes kimi. Mənim pulum çatmayınca. Emin deyir bunu Bəli. sizə. Mən də yoldaşım gildə qayıtdı, gəldi bacımın adına başdan 10.000 manat pul götürdü. Aha. Ondan belə bir pulu götürəndən 2 gün sonra getdilər da şeyə düşmüşdü. Getdilər Bakıya, bu qızı yoldaşımla bir yerdə pulu verdilər Emin Kiçikbəyova. Bəli. O da gəldi, buradan Nə qədər pul verdilər? 10.000. 10.000 manat. Bəli, 10.000 manat verilmişdi. 5.000-i də Gəncədə mən verəsiydim ona da. 10.000 manatı verdiniz, başa Bəli. düşdüm. Onun otağında bu pulu verərkən kimlər olub? Kimlər ilə bu pul verilib? Yoldaşımla ikisi olublar, heç kim. Kimin əli ilə bu pul verilib? Qızın öz əlinə konvertdə. Qızın öz əli ilə konvertdə bu pul verilib, düzdürmü? Bəli. Amma 10.000 manatın verilməsinə dair də heç bir müqavilə bağlanılmayıb. Müqaviləni orada bağlayıb, bağlanmayıb. Orada eləcənə 500 manat şey göstərir orada. 500 manat göstərib. Bəli. O da 500 manata hansı vəkil Bakıdan Gəncəyə belə Mingəçevirə gələr? Özü cinayət işi ilə bağlı. Bəli, cinayət işi. Həmin o müqavilənin sürəti var sizdə? 500 manatın ən azından müqavilənin sürəti var sizdə? O hamısı evdə idi. O hamısını götürüblər orada. Qızın Bakıda qaldığı kirədən bütün kağızların hamısını oradan. Özü hər bir şey yazmışdı. Orada hər bir şeyində hazırlamışdı da. Bütün onların hamısını götürüb oradan naxadı qoymadılar evə giriş eləməyə. Uşağım rəhmətə gedəndən sonra aparıblar. Onların hamısı baş istintaq idarəsindədir. Ondan sonra da tələb eləmişəm, hələ verməyiblər onlarıma. Orada müqavilələr var, pulun çekləri var, kimləri ötürüb, kimlə ötürüb, nə qədər ötürüb, hansı başla gedib, hansı kartla gedib. Qısası, siz deyirsiniz ki, iddia edirsiniz ki, yoldaşınız Mənim qızımın mərhumə qızınızla bərabər onun xidmət otağında sizin qızınızın hüquqlarınızın müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının özü Emin Kiçikbəyovə 10.000 manat ilkin ödəniş edib, pul ödəyib. 5.000 manat da sonra verilməli sizin tərəfinizdən. Amma 500 manata qol çəkilib. Bəli. Dəyərli izləyicilər, xahiş edirəm yayımı üzr istəyirəm, bildim.
Xahiş edirəm yayımı bəyənib mütləq qaydada paylaşasınız. Çox ciddi məsələlər burada müzakirə olunur. Mən istisna eləmirəm ki, burada bizim izləyicilərimizin bir çoxları da bu hallarla rastlaşıblar. Adətən vəkillər istənilən işlərlə bağlı tutaq ki, müəyyən xidmət haqqı alırlar 3000 manat, 4000 manat, 5000 manat, amma müqavilədə həmin rəqəmi göstərmirlər. Vəkillər kollegiyasına da dəfələrlə bu məsələ müzakirə olunub, bu hallara qarşı mübarizənin aparıldığı vurğulanıb, amma görünən odur ki, bunun heç bir effekti yoxdur. Mən burada bəzən vəkilləri qınamıram. Anlayıram ki, onların üzərinə yüksək miqdarda icbari ödənişlər qoyulub. Bu vergisindən tutmuş, Dövlət Sosial Müdafiə Fonduna qədər edilən ödənişlərlə bağlıdır və həmçinin üzvlük haqqı ilə bağlı olan bir məsələlərdir. Amma nəticə etibarilə sırf bu məsələ nöqteyi nəzərindən öz fikrimi, belə tənqidi mövqeyimi sizlərlə bölüşmək istəyirəm ki, əgər bir vəkil doğrudan da 10.000 manat pul alırsa, müqavilədə bunu 500 manat miqdarında rəsmiləşdirirsə, ən böyük hüquqsuzluğu, ən böyük qanunsuzluğu burada vəkil ortaya qoyur. Həm dövlətinə qarşı, həm vəkillər kollegiyasına qarşı, həm də vətəndaşın özünə qarşı. İlk pozuntunu baxın, burada vəkil özü icra edir, həyata keçirir. 10.000 manatla 500 manat arasında çox ciddi fərq var. Çox ciddi. Belə bir cinayət işinə görə bir vəkil 500 manat alsın və Bakıdan Mingəçevirə getsin. Düzdürmü? Bəli, bəli. Belə hallar var, həmişə də olub və nə qədər ki, vəkillər kollegiyası bu hallara qarşı ciddi mübarizə ortaya qoymayıb, belə hallar qalmaqda davam edəcək. Ona görə də vətəndaşlar özləri bu barədə tədbirli və tələbkar olmağa çox təəssüf olsun ki, məhkumdular.